Birinci sualda əvvəlcə 6 üstündə 2x plus 2-ni biz yazaq 6 üstü 2x vur 6-nın kvadratı. Üstə gələk 5 vur 6 üstü x. Çıxılsın kökdə 6 üstündə 2x vur kökdə 6 üstündə 2. Bərabər 0. 6-nın kvadratı eləyir 36 vur 6 üstü x-in kvadrat şəklində bu formada yazaq 6 üstü 2x-i. Üstə gəl 5 vur 6 üstü x. Kökdə 6 üstündə 2x-i kökdə 6-nın kvadratı 6 elədiyindən 6 üstü x yazırıq. Kökdə 6-nın kvadratı da 6 eləyir. Bərabər 0. 36 vur 6 üstü x-in kvadratı. 5 vur 6 üstü x çıx 6 vur 6 üstü x. Elədi mənfi 6 üstü x. Bərabər 0. Hər ikisində 6 üstü x var. Çıxdı qırağa. Qaldı 36 vurulsun 6 üstü x minus 1 bərabərdir 0. 6 üstü x bərabərdir 0. Bu tənliyin həlli yoxdur. 36 vur 6 üstü x çıx 1 bərabər 0-dan. 6 üstü x eləyəcək 36-da 1. Yəni 6 üstü mənfi 2. Buradan da x taparıq. Mənfi 2 A variantı.